Yekaterinburqda Rusiya hüquq mühafizə orqanları tərəfindən soydaşlarımıza və onların ailə üzvlərinə qarşı həyata keçirilmiş əməliyyat öz şiddəti və qəddarlığı ilə seçilir. Eləcə də 20 il əvvəl baş vermiş uydurma hadisəyə görə qondarma məhkəmə prosesinin keçirilməsi və həbslərlə bağlı Rusiyanın siyasi iradə ortaya qoyması, məhkəmə orqanlarını bu işə cəlb etməsi heç bir çərçivəyə sığmır. Politoloq İlyas Hüseynov bildirib ki, baş verən hadisə Bakı ilə Moskva arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Bəs bu proseslər nədən başladı? Azərbaycanın mülki təyyarəsinə qarşı Rusiya hava cümlə müdafiə sistemlərinin işə düşməsi və bizim mülki təyyarəmizin raketlə vurulmasından sonra biz saytlara qarşı kiber hücumların təşkil olunduğunu gördük. Eləcə də Azərbaycanın deputatının hava limanında nümayişkaranə saxlanılması və eləcə də deport edilməsi sonrasında Yekaterinburqda bu dəhşətli mənzərənin də şahidi oluruq. Hesab edirəm ki, bu cür addımlar Bakı ilə Moskva arasında münasibətlərdə ciddi gərginliyə gətirib çıxaracaqdır və bu silsilə tədbirlər sanki Azərbaycanlılara qarşı selektiv həyata keçirilməkdədir. Bir qədər də tarixə nəzər salsaq deyə bilərik ki, elə xalqımızın başına gələn bir sıra faciələrdə də, böyük fəlakətlərdə də arxasında Rusiyanın əlinin olduğunu görmüşük. Azərbaycan hər zaman münasibətləri mehriban qonşuluq siyasəti çərçivəsində, eləcə də balanslı kontekstdə qurur. Lakin belə görünür ki, Rusiya iki ölkə arasındakı bağların qopmasında maraqlıdır. Ölkəmizə qarşı bu cür silsilə təzyiqlərin təşkil olunması münasibətlərdə gərginliyi yeni mərhələyə daşıyır. Hətta Stalinin dövründə qaydalar var idi. İnsanları küçədə, evində güllələmirdilər, işgəncə vermirdilər. Bunun üçün həbsxanalar, düşərgələr var idi. Hazırki Rusiyada baş verənlər isə Stalin repressiyalarını belə kölgədə qoyur. Hətta Stalin dövründə belə ailələrə xəbər verirdilər ki, onları müəyyən saatlarda, sutkanın müəyyən vaxtlarında hüquq mühafizə orqanları yaxınlaşaraq onları təcridxanalara, həbsxanalara, istintaq yerlərinə aparacaqlar. Burada isə gecə saatlarında soydaşlarımızın evinə daxil olaraq hüquq mühafizə orqanları şiddət tətbiq edirlər. Bununla nə demək istəyirlər? Bununla nəyə işarə edirlər? Və yaxud skinheadlərin bizim soydaşlarımıza qarşı amansızlığını, qəddarlığını da biz unutmamışıq. O dövrdə də skinheadlərin arxasında hüquq mühafizə orqanları dayanırdı. Bugün isə birbaşa prosesə cəlb olunublar və AMON-un burada qəddar davranışını biz görməkdəyik. Yəni, bütün bu proseslərin arxasında kimlərin dayanması, bu prosesləri niyə törətmələri və nə əldə etmək istədiklərini də düşünmək lazımdır və hesab edirəm ki, münasibətlərin, bağların qopmasında sanki ayrı-ayrı güclər dayanmaqdadır və birbaşa olaraq Azərbaycanı hədəf seçiblər. Hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında birbaşa Rusiya rəhbərliyi durur. Rusiya əsrlərlə digər xalqlara qarşı belə siyasət yürüdüb və bugün Putinin siyasəti də formalaşmış ənənənin davamıdır və hətta daha sərt formasıdır. Əgər bugün Rusiya qardaş olan, dini eyni Slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdır.